Limonda çiçək tökülürsə, bunun bir çox səbəbləri var. İlk öncə mayalanma düzgün getməyəndə çiçəklər tökülmə baş verir. Baxın bu cür çiçəklər tökülür yerə. Və əsas da mayalanma prosesidir. Mayalanma düzgün getmədiyi təqdirdə həqiqətən də çiçəkləri tökülür. Yəni baxın bunlar baxın bu cür tökülür. Bundan ötürü həm mayalanmaya yaxşı getmək üçün spreylər var, limonlar üçün, sitruslar üçün. Onlardan istifadə edə bilərsiniz. Bundan da yanaşı bordur, sinkdir. Baxın bu elementlərdə əsasən bor çatışmazlığıdır. Yəni çiçək əmələ gəlməyə, mayalanmasında çox kömək edir də, yenə mayalanma prosesidir. Yəni bir çiçək tökülürsə, onun mayalanma prosesi zəif getdiyindən, bir də həddindən artıq çox çiçək açanda tökülür. Burada da çox çiçək olmadığı təqdirdə çiçəklərdə tökülmə baş verir. Yəni ona görə dediyim kimi mayalanmaya diqqət yetirmək lazımdır. Həddindən artıq su verməmək lazımdır. Bitkini stresə salmamaq lazımdır çiçək ərəfəsində. Çiçək ərəfəsində baxın, görürsüz, töküldü. Yəni bunlar da çatışmazlıqdandır. Sonra kalsium çatışmazlıqlarından da olur. Meyvə saplağı bərkiməyib də tökülə bilir. Yəni bir çox səbəbləri var. Əlavə məlumatlardan üçün mənə yaza bilərsiniz. Məmnuniyyətlə kömək etməyə çalışacağam. Sağ olun, var olun. Allah köməyiniz olsun.